Bəzi alimlər sübh namazından sonra oturardılar, ta duha vaxtına qədər, günəş çıxana qədər Fatihə surəsini təkrar edərdilər. Soruşanda bunu niyə edirsən? Deyir ki, bu bir azuqədir, qidadır. Amma düşünərək, Fatihə surəsi elə bir açardır ki, əgər qəlbin onun üçün açılarsa, ruhun onun şirinliyini daddıqda bütün xoşbəxtliyi əldə edərsən. Hər tərəfdən sənə feyz və rəhmət qapılar açılar, bərəkət çeşmələri və hidayət nurları üzərinə enər. Düşünün Fatihə surəsi. Fatihə surəsi şəfa tapmaq, seyrbazların və falçların zərərindən Allahın izni ilə keçilməz bir qaladır. Baxın, onlar həm belə Allahdan sonra sənə zərər vermək istəyən hər bir düşməndən, sənə pislik arzulayan həsəddən, gözdən, hər şeydən bir qorunma bir nədir? Qaladır. Baxın. Ona görə həmçinin Fatihə surəsi bizə öyrətdi ki, həmd ibadəti, əlhəmdülillah Rabbil Ələmin həqiqətən qəlbi tərbiyə edir və hadisələr qarşısında insanın reaksiyalarını ədəb və təmkinlə cilovlayır. Çünki sən hər bir işi Allahdan bilib, həmd olsun sözünü dininlə, tam səmiyyətlə söylədiyin anda qəlbindəki ağrılıq yerinə rahatlıq gəlir. Ona görə nədir? Baxın nə deyir? Əgər Allahın sınaqdakı məqsədini bilsəydin, həmd olsun sənə, ey kərəmi geniş Rəbbim deyərdin. Fatihə surəsi bizlərə həmçinin nədir? Bunu öyrədir.